Hazır mıyız? Action. Tamam, bitti, getdi. Mən setə gedəndə aktrisa zəhbirçi yoldan məni də götürə bilərsən. Türkiyədə qalmağınıza nə mane oldu? Dayıdan da elə bildim ki, Mədəniyyət Nazirliyi deyəcək, gəl, sənə böyük ehtiyacımız var. Gəldim, baxdım ki, sən mənə top vermirsən, deyirsən futbol oyunu. Mən nətər oynayım futbolu? Robot olun, yaşasın, ölsün. Kənan evimin barmağında olur. Hə, nəysə da yəni. Dəstəkləyirəm. Ola bilmirsən, motorun çəkmir. Aqil Emquliyevlə müqaviləniz nə vaxt bitir? O uşaq kimdəndir, kimindir? 2 nəfər həyatda mənə stimul verib. Bir Aqil Emquliyev, bir də Jean-Claude Van Damme. Bizə 7 oğulla bərabər Rembo göstərməyiblər, biz seçimimizi eləyək. Və axırıncı da bu televizoruna baxmısınız? Mən Kənan MM olanda İTV zavoduydum. Və heç olubmu ki, müəyyən şeylərdən küsüb inciyib sənətdən getmək istəyəsiniz? Ölkədə söz soxmaqda üstümə tanımıram. Salam, İkiz Təgər birə xoş gəlmisiniz. Bugün hər kəs üçün çox maraqlı olan bir şəxs, aktyor, rejissor və son günlərdə Çınar Ömrü serialı ilə adından çox-çox söz etdirən Kənan MM. Xoş gəlmisiniz Kənan bəy. Təşəkkür edirəm, minnətdaram. İkisiz tək mənəm da, bir mənəm. Tamam, Xoş gəlmisiniz bir daha Kənan bəy. Minnətdaram, sağ olun. Bu işinizin gücünüzün arasında mənə də yer ayırdığınız üçün sizə və tamaşaçılara təşəkkür edirəm. Xoşdur. Siz sağ olun, vaxt ayırmısınız. Hə, bax o biraz sıxıntılıdır. Yəni gəlməyə bilməzdim. Bizim üçün ki ortaq birləşdirən dostlarımız var. Dost da mənim üçün nemətdir. Ona da görə də gəldim. Təşəkkürlər. Təşəkkür edirik. Serialın çəkilişləri bitib, yoxsa davam edir? Serialın çəkişləri fiziksel olaraq bitibdi, amma beynimdə hələ də o hekayənin təsiri altındayam, musiqilərin, səhnələrin. Düşünürəm ki, hekayə efirdə bitməyənə qədər mənə tam səmimi deyirəm. Səmimi olmayan insana mən əşya kimi baxıram. Özüm də əşya hesab eləmədiyimə görə tam səmimi deyirəm ki, yəni final səhnəsi olmayana qədər mənə və mənə ərk edən insanlara, yaxınlara rahatlıq yoxdur. Çünki bölüm bitər-bitməz nə olacaq, nətər olacaq? Biz bu işdə əziyyət çəkmişik, zəhmət çəkmişik. Gözümüzün nurunu qoymuşuq, amma asanlıqla demək olmur axı nə olacaq. Yəni oturub baxmaq lazımdır, bilmək lazımdır da. Musiqi seçimindən gəlin başlayaq Kənan bəy, çünki musiqisi çox gözəldir. Hər kəs tərəfindən bir mənalı şəkildə qəbul olunan və bəyənilən. Musiqi mən özüm uzun illər ki çəkmişəm, klip çəkmişəm. Ona görə mən musiqiyə biraz həssas yanaşıram. Musiqi səhnəni qaldıra da bilər, səhnəni aşağı vura da bilər. Ona görə musiqi duyğunun tamaşaçı tərəfindən hiss olunmasına kömək eləyən yeganə bir qidalardan biridir. Ona görə də mən musiqiyə həssas yanaşmışam. Bir şey var psixologiyada. Məsəl üçün, mən sənə desəm ki, bunu Sədərəkdən almışam, deyəsən ki, hə. Amma desəm ki, bunu filan markadan almışam, deyəsən ki, hə, hiss olunur. Musiqi necədir? Eşitmişsən musiqiləri. Janra uyğundur. Yox, keyfiyyəti necədir? Keyfiyyətlidir, bəli. Mən yazdım ki, Facebookda paylaşdım ki, musiqilərə görə TRT musiqi, yazdım ki, TRT musiqi ansamblına, dövlət ansamblına təşəkkür edirəm. Mənim direktoruma yazdılar ki, oyda sırası keyfiyyət bilinir. Amma musiqini biz özümüz yığmışıq. Çox qəşəngdir. Burada yığmışıq. Yəni əgər bir şey keyfiyyətlidirsə bunu etiraf eləyin də, bunu gizlətməyin, deməməyin nə mənası var? Yəni niyə beləsiz? O musiqi bəzən rejissor dostlarım deyir ki, musiqiyə nə qədər xərclədin, nə edin? Deyirəm belə, deyirəm internetdən al da. Mən o deyiləm də. Yəni hər səhnənin özünün tələb elədiyi bir duyğu olmalıdır ki, oranı tamamlasın. Yaddan çıxan mahnını qoymuşam, Vəfadaram qoymuşam, udundan çalınıb. Neçə nəfər yazıb ki, nə gözəldir. Belə səhnələr klassik musiqilərin də ömrünü uzadır. İnanın buna, bəli, uzadır, ömrünü uzadır. Yəni Z quşağı bilmir o mahnı nədir. Amma indi bildi, telefonlardadır. Doğru. Ümumiyyətlə Kənan bəy, risk etməyi sevirsiniz. Nəyə görə soruşuram bunu? Sualımın davamını da deyim. Çünki sizin çəkdiyiniz seriallar digər gündəlik seriallarla müqayisədə hal-hazırda Çınar Ömründən danışıram, çox fərqlidir. Mənə görə gündəlik serialların içində keyfiyyətdə çox öndədir. Çünki həm mövzu olaraq, çünki bizim gündəlik seriallarımız daha çox məişətdə sıxışıb qalır və mətbəxdən kənara çıxmır. Yəni heç nə olubmu ki, bu məhdud şərtlərdə, şəraitdə çəkdiyiniz seriallarda düşünəsiniz ki,
Əşi çəkim də iki divanda qoyum, otursunlar üzbəüz söhbətlərini eləsinlər. Ya bu qədər zülm çəkməyimə də ehtiyac olmasın. Olubmu elə bir düşüncə? Baxın, mən rejissor olmadan başqa, mən bir insanam. Mənim tələbatlarım var, evimdə soyuducum var, ailəm var. Onları saxlamağa məhkumam və məcburam. Var bunu istəyərək həyata keçirmək. İstəyərək, hədəfim budur. Var məcburu, var bunu eləyirsən və bununla qürur duyursan. Haçansa mən də məişət serialı çəkmişəm, amma heç vaxt ondan qürur duymamışam və reytinq də veribdi. Bəzi səhnələr reytinq verirdi, aşırı reytinq verirdi, 21 reytinq verirdi. Oturduq ssenaristlərlə analiz edirdik ki, bu niyə bu qədər reytinq verib? Gəlin tutub qaynananın saçından sürüyüb, baldız ona şillə atıb. Yəni bu şeylər əgər daimə reytinq verirsə, Azərbaycan serialı daimə həmin tamaşaçıların zövqünə xidmət eləməlidir. Və nəticə etibarilə nə olur? Normal serial bitir, tükənir. Doğru. Mən Çinar Ömürün yazanda çox adam dedi ki, bizdə baxılmayacaq, baxılmayacaq. Baxılmayacaq nə deməkdir? Kim baxmayacaq? Hansı yaş kateqoriyası baxmayacaq? Baxılır, yəni efirdə Tamam, baxılır. Sən nəyi çox təqdim eləsən, o baxılacaq. Bax, biz giririk marketlərə, 50 dənə zərərsiz və ucuz içki vardı. Amma bizim gözümüzə soxublar o bəzi brend markaları, istər-istəməz biz onu görürük. Niyə onu görürük? Çünki şuuraltı refleks olaraq bizdə qalıbdır. Bilirsiniz, baxır serialı kim izləyir, kim izləmir. O reytinq, düzdür, televiziya kanallarının pul gətirən yeridir, amma vicdanımızda bilirik ki, reytinq keyfiyyət göstəricisi deyil. Təbii ki, deyil. Ay yapımın sahibi Kərəm Çatayın sözüdür bu. Reytinq keyfiyyət göstəricisi deyil. Adama sual verirlər ki, sizin çəkdiyiniz o seriallar reytinq veribdir. Deyim, maraqdır. Maraqdır. Yəni sənətsal deyil. Akademik musiqi yoxdur, akademik planlar yoxdur, şey yoxdur, mövzu yoxdur. Bizim ən böyük problemimiz serialı yazanda Elçin Muradovla, buradan salam göndərim, ən yaxşı işlərimin başında duran senaristdən biri də Elçindir, bir də Zülfiyə xanım, Gəray da var aralarında. Birinci problemimiz buydu. Bölüm harda bitsin? Biz bölümü bitirirdik, sonra özümüz bilmirdik nə olacaq. Əgər işin mərkəzində olan yaradıcı heyətin başında duran rəhbərlər bilmirsə iş harda bitəcək, necə olacaq, o iş artıq maraqlıdır. Niyə? Çünki birinci mən özüm də tamaşaçıyam. Mən özüm də onun tamaşaçısıyam. Osman Sınav bizə kursda qəşəng bir söz deyirdi. Deyirdi, bir işi çəkmədən öncə kəndinizə soru sorun. Bunu kim izləyəcək? Nuri Bilgi Ceylan. Adam Cannes festivalında 15 dəqiqə ayaqda alqışlayırlar. Şunun teatrda 2 gündən sonra filmin çıxır. Bəli. Sən ona pisdir deyə bilmərsən. Təbii ki. İstənilən işə pis də demək olmaz. Əlbəttə, hər işdə zəhmət var, əmək var. Elə bilirsiniz, o məişət seriallarını çəkmək asandır. Gündəlik serial işləmək bəli, ailənin damarını tutmaq lazımdır. Hələ mövzunu qoyuram bir qırağa. Gündəlik serial uşaqlar çəkim, mən özüm də xəyanətdə oynadım da. Tezdəndən axşama kimi adam yəni ən sevdiyi işdən iyrənir. Amma məcbursan çəkməyə, çünki içində bir sevgi vardı. Efir gözləyir, çatdırmalısan, uşaqlar yorğundur, hamı əziyyət çəkir. Hamı əziyyət çəkir. Amma əziyyətin qarşılığında bəzən keyfiyyəti yanlış algılayırlar. Bizim baxış çox oldu TikTokda. Bu alqoritmdir, TikTok insan deyil. Təbii ki. Yəni, Instagram insan deyil. TikTokda da açırlar da 104 min ağzına gələn eləyirlər canlı yayımda, mənim də qarşıma çıxır. Alqışlayaq onları, nətər eləyək? Bəli, gözləmədən bəzən nələrsə reytinq verə bilir. Stanislavski sistemini oxumuşuq da biz. Çox şükür ki, biz ali təhsilliyik. Stanislavski deyir ki, tamaşaçının qəlbinə toxun, içini paramparça et, gözlərindən yaş axıt. Amma birinci özün elə ol. Birinci sənə təsir. Birinci mən özüm elə olmalıyam. Mən o serialdan xəstəlik tapdım. Ağlamaqdan, göz zəiflədik, panikadan, hər şeyi yaşadıq. Ciddi deyirəm. Tam ciddi deyirəm, sənin yanında sənarist bilir. Yəni, insan Mövlana deyir, yalandan gülə bilərsən, yalandan ağlaya bilmərsən. Yəni, stopdan sonra biz özümüzü yellirdik, özümüzə gəlirdik. Qədiri bilinir, bilinmir, bu başqa mövzudur. Baxılır, baxılmır, bu da başqa mövzudur. Keyfiyyət, kəmiyyət söhbəti var. Bax, bizim çox dünyaca məşhur, qürurla bunu deyirəm. Rövşən Abdullaoğlu, psixoloq, ədəbiyyatçımız, bu şəhərdə kimsə yoxdur. Elə gözəl mesajlar yazdı mənə serialla bağlı. Adam işini gücünü atıb serial yazıb. Aqil Abbas, Dolu filminin senaristi, bizim yazarımız. İlqar Mikayıloğlu olsun. Başqa kiminsə adını unudaram, Əlibay olsun aktyor, başqaları olsun. Kimlər dəyər verir,
o daha maraqlıdır. Say baxımından yox. İndi Təbii ki, çox kimin dediyi çox təəssüf ki, bax şeylər var da indi. Qiymətləndirmə biraz başqa cürdür. Filankəsin izləyicisi bilsən nə qədərdir? Bir video paylaşır 100.000. Nə olsun? 100.000 nə deməkdir? Bax, Baxır nə paylaşır. Gəl YouTube-a yazaq Alim Qasımov Bəli. və yaxud yazaq bu trend oynayan xanımlardan hansınısa və yaxud oğlanlardan hansınısa fərqə bax. İndi o ondan daha keyfiyyətlidir. Yox, əlbəttə. Keyfiyyət anlayışımız yerini dəyişib. Yerini dəyişibdir. Yəni reytinqin dalına düşüb tamaşaçı istədiyini çəkmək tamaşaçıya təslim olmaq deməkdir. Elə eləməlisən ki, tamaşaçı sənə təslim olsun. Bu iş birdən-birə belə olmayıb, birdən-birə də düzəlməyəcək. Yavaş-yavaş. Yavaş-yavaş insanlar seçim eləyəcək. Amma mən sizə bir söz deyim, əslində pis seriallar yaxşı serialların seçilməsində çox böyük əməyi var. Əlbəttə ki. Onlarla müqayisə Bəli. Heç nə müqayisə demirəm üçün də, mütləq bir tək olmalı. musiqi ilə, yəni hər şeyi görürsüz, adamı zaraz deyilir, xəstəlik yaranır ki, bana musiqidir, necə gözəl musiqidir. Və hamısını da özüm eləmişim. Bəli. Allah rəhmət eləsin, Nalə Mirməmmədlinin musiqisindən var, bir də Emin Sabitoğlu'dan var. Qalan bütün bəstələr özümüzündür. Mən 5 il musiqi ilə məşğul olmuşam. Dedim ki, özümü də sınayım, amma adımı yazdırmamışam. Çünki mən bəstəkar deyiləm. Sadəcə bacarıram. Səhnəyə baxırdım, səhnənin duyğusunu hiss edirdim, pianoda mızıldayırdım, aranjman edirdim, vəssalam. Amma bir şey var. Bu iş hansı şərtlər altında ortaya çıxıbdır. Gəlin qolumuzu çırmalayaq. Bir ssenarini verək 2 nəfərə və 2 nəfərə də eyni maddiyyatı verək. Bu meydan, bu şeytan gözləyirəm. Fərqli alınacaq. Sənətimlə boğarım. Mən bunun fərqindəyəm. Bu adil, ədalətli deyil. Bir əlin yağda, bir əlin balda oturub 15 minə, 20 minə serial çəkib, 2 minə çəkilən serialla tərəziyə qoymaq. Bu adil deyil. Təbii ki. Nə insan olaraq, nə sənətçi olaraq, nə kanal rəhbəri olaraq. Belə müqayisə edə bilmərsən. Sən mənə top vermirsən, deyirsən futbol oyna. Nətər oynayım futbolu? Topu verəcəm, qapımı deşik-deşik eləyirəm, yoxsa yox. Belə yanaşmaq lazımdır. Amma burada biraz da xarakter məsələsi var da, mənim özümü sevmirlər. Niyə? Niyə? Çünki mən dombalaq açmıram qabaqlarında, belə dayanmıram, pul alıb yarısı sənin, yarısı mənim demirəm, deməyəcəm heç vaxt. Mən boynumda Zülfiqar gəzdirən adamam. Mən aktyorun haqqını yeyə bilmərəm. Bax, siz tamaşaçısınız, ekranı açırsınız, ekranı açanda siz bir serial görürsünüz. Sizin üçün maraqlı deyil o serialı kim çəkib. Sizin üçün maraqlıdır ki, orada kim oynayır. Deməli, birinci aktyora görə baxırlar. Təbii ki. Deməli, birinci aktyorun Birinci, büdcəsi bəli. yazılmalıdır. Hər şey yazılandan sonra, hər şeyə hazır, pulları bölüblər, prodüser, rejissor, operator, hər şey cibdə, aktyor çıxında boyunlarını bükürlər. Siz nadir insanlardansınız. Belə olmaz axı. Bəli. Ya düzgün, mən özüm də çəkilirəm deyə, Bəli, bəli. mən bunun fərqindəyəm. Bəli, tamam. Aktyor 12 saat işlətməzlər. Bu Çox səhər təəssüf. setə gəlməlidir. Çünki fiziki olaraq da tükənir və keyfiyyətli oyun sərgiləyə bilmir daha sonra. Baxın, Amma reyting məsələsinə gəlim. Kanal adları seçmək olar. Əlbəttə. buyurun. Space kanalında bir serial gedirdi. Namus. İzləməmişəm. Mən də Siz izləməmişəm. izləyəcəyiniz serial deyil çünki. Yəni biz sənət adamlarının izləyəcəyi serial deyil. Serial Azərbaycan reytingin darmadağın edirdi. Bütün serialların üstündə idi. Başqa bir kanal getdi o serialın 2-ci sezonunu aldı. Aha. Özündə göstərdi. İndi mən sizə sual verəm, məntiqi sual. O serial 2-ci sezon reyting verməlidir, yoxsa verməli deyil? Verməlidir. Əgər Verməlidir da. Verməlidir. Deməli, niyə bu saatda insanlar fokuslanıb bu kanala? O kanala. Aha. Vəssalam. Yox, elə bir ki, inadına, yox, burada olmasa biz baxmayacaq. Baxılmadı. Bəs nə oldu? Bu keyfiyyətli idisə, burada da keyfiyyətli olsun da. Məntiq nədir? Bu nədir? Firuzədir. Burada da Firuzədir. Burada da Firuzədir. Burada da Firuzədir. Heç nə dəyişmədi ki. Kənan evimin barmağında o. Hə. Ya, nəysə da yəni. Məntiq budur. Bəli, Fikrimi bəli. çatdıra bilirəm. Bəli, bəli, bəli. Hər kəs, hər bir sənətçi özü haqqında, öz istedadı haqqında, öz yetənəyi haqqında, nəyə hansı qiyməti elədiyi haqqında həqiqəti bilir. Qala gecələrində mən belə dayanıb, onların gözünün içinə baxa bilirəm, onlar baxa bilmirlər. Bax, paylaşmaq layiq var ya bu. Bir bu, bir də bu. Aha. Bu çox təəssüf ki, hal-hazırda cəmiyyəti idarə edən bir işarədəndir. Bu Roma imperiyası qladiatorlardan qalıb. Bəli, Yaşasın, ölsün. Ölsün. Sən heç kimsən, sən qərar vermirsən, paylaşdığın
dəyərli, dəyərsiz olduğunu bunlar bildirir. Bəzən deyirlər, özün haqqında danışma, qoy insanlar sənə dəyər versin. Birdən verməsələr. Danışmaq da lazımdır. Birdən vermədilər. Anın da dəyərsizəm. Hə? Özündən razısan. Narazı olun. Allah ayaq verib, əl verib, qaş verib, göz İnsan verib, birinci özünü istedad sevməli. verib. O sözü deyən ən çox özündən razı olan insandır. Tərs təpki, tərs köşə deyilən bir şey var da. İndi yaxşı dost yoxdur. O özü dost deyil. Dostluğu bilmirəm. Dost deyil o. Sən yaxşı dost ol, sənin nümunə göstərsinlər. Ola bilmirsən, motorun çəkmir. Gücün çatmır. Kənan bəy, bəs serialda xüsusi səhnələr var. Siz təbii ki, özünüz idmançısınız, taekwondo ilə məşğulsunuz. Kickboxla da taekwondo olmuşam. Yəni siz özünüz müəyyən səhnələri təbii ki, bilirsiniz. Amma ümumiyyətlə professional, yəni istifadə edirsiniz. Buna imkan varmı, ya necə? Kaskadyorlar mı? Bəli, çəkiliş. Dostlarımız vardı. Çox az büdcə ilə gəlib bizə kömək eləyirlər. Bax, tamaşaçının qəbul eləmədiyi bir şey var. Allah qəni-qəni rəhmət eləsin. Rəhmətli Rəmişə bir gün dedilər ki, bir nəfər səndən yaxşı gitara çalsa nə olar? Deyəcəklər ki, kopya Rəmiş kimi çalır. O artıq bir markadır da. Başa düşürsünüz. Amma ilişib orada qalmaq lazım deyil axı. Kəşf eləmək lazımdır. Biraz getmək lazımdır. Onda köhnə paltar yeyək. Köhnə yemək yeyək. Yəni sən 20 yaşında uşağa Azərbaycan filmindən desən, o sənə ögey anadan xəbər verməyəcək. Məlumatı yoxdur. Tanımırlar. Məlumatı yoxdur. Şövkət Ələkbərovadan məlumatı yoxdur. Gəlin biraz ciddi olaq, məntiqli olaq da. Hayf deyildi bizim köhnə kinolar. Onda hər şeyi köhnə eləyək. Bax, Sovet dönəmində alternativ seçimin yox idi. Sənə Xodsovetdən keçən filmlər göstərdilər. Əzizim, bizə 7 oğulla bərabər Rembo göstərməyiblər, biz seçimimizi eləyək. Çox doğrudur, bəli. Bizə ögey ana ilə bərabər Fantomas göstərməyiblər, biz seçim eləyək. O, Sovet İttifaqının bir siyasəti idi. İdeologiya idi, bəli. O ki, qaldı reyting məsələsinə, hər kanalın özünün siyasəti var. Məsələn, İTV-də gedən serialı başqa kanal qəbul eləməz. Başqa kanalda gedən serialı İTV qəbul eləməz. Hər kanalın özünün siyasəti vardı, vəssalam. Və hər kanalında, hər sahanın da özünün tamaşaçısı vardı. Yəni, serialın baxılıb-baxılmadığını Saatdan da asılı. o sahadı 5 ver, onsuz da heç kim efirə baxmır. YouTube'dan da asılı. Hamı YouTube'dan baxır. Axırıncı dəfə televizoruna baxmısınız? Kim baxıb axırıncı dəfə televizora burada? Sizin seriala baxdım axırıncıda. İndi o bir Mən etapdır da YouTube'dan keçirik də. Hə, YouTube'dan baxırıq da. Əsl reyting, əsl göstərici bir sənəd bax, qulaqdan qulağa eşitmək. Eşitmək, bir paylaşım, bir musiqisini telefonda Daha eşitmək. çox sosial şəbəkələrdən izləyirik, oradan maraq yaranır, daha sonra YouTube-a keçid edirik. Yəni bax. Sosial şəbəkə nə hikmətlisə, nə bir şeydirsə, mən bütün tanınmışların, məşhurların paylaşdıqları yeni işlərin, uğurların görürəm. Mənim üçün onların qabağına çıxmır. Çıxır bəlkə. Çıxmır. Baxmaq istəmirəm. Yox, gəl belə deyək ki, çıxmır. Baxmaq Elə bir ki, istəmirəm. profilimə tarakan dərmanı sətmişəm, ciyən kimi ölürlər. Bayaq bunu deyirdim. Bu əslində biz nə deməkdir? Sən əlasan. Sənin uğurlarını görəndə Bəli. sevinirəm. Dəstəkləyirəm. Bax, siz özünüzdən zəifdən qorxarsınız, özünüzdən güclüdən qorxarsınız. Vallahi heç kimdən qorxmaram. Yox, indi məntiqlə deyək də fiziksel olaraq. Yox, güclüdən də qorxmaram. Ehtiyat Nümunə eləyərsiniz də. götürərəm. Ehtiyat Nümunə Yox. götürərəm. Əzizim, sən bilsən ki, Bəli, bu yekə ehtiyat şeydir. edərəm. Sənə dəysə qorxarsan. Balaca şey ehtiyat dəysə, edərsən. deməli Ehtiyat. qorxmaq bildinizdən mən anlamda bəli. deyirəm də. Bəli. Yəni, əgər bir iş pisdirsə, sən onu paylaşsan, o yaxşı olmayacaq. Hamı görəcək ki, Sən pisdir pisi dadı. paylaşırsan. Əgər yaxşıdırsa, paylaşsan, deməli yaxşını paylaşırsan. Çoxalacaq. Mən də sizə bir söz deyim. Pis olsa, ifşa üçün paylaşarlar. Hamı görsün ki, Yaxşıya içərdəki o əqidəsizlik qoymur. Mən savaşçıda oynayanda ölkədə elə bir adam yox idi ki, bizim sektorda bilməsin ki, mən savaşçıdayam da. Bir gün bir nəfər məni qalada gördü belə də. Yoxsa nə görmürsən çoxdandır. Görürsən. bilirsən daha. Görürsən. Naxçıvanda bir söz var. Gözü ilə görüb özünü görməməzliyə vuran insana gözü ilə görən deyilir. Bax, onlardandırlar onlar. Savaşçı Mənim heç kimin dəstəyinə ehtiyacım yoxdur. Mənim əsəb xəstəliyim onların yaşından çoxdur. Başa düşürsünüz? Yəni, mən özüm ona dəstək olurum. Sən mənə dəstək olasın. Siz paylaşırsınız, mən görmüşəm. O da mənim bədbəxtçiliyimdir da. Siz paylaşırsınız və deyirsiniz ki, hətta tanımıram filan kəsi, amma yaxşı. O da iş mənim görürlər. bədbəxtçiliyimdir. Kənan bəy, savaşçının adını çəkdiniz. Türkiyədəki uğurlu işiniz hesab olunur əslində savaşçı. Türkiyədə qalmağınıza nə mane oldu? Darıxdım.
Vətən Ailəm yoxsa- üçün, dostlarım üçün darıxdım və bir də bura elə böyük şeylə döndüm ki, ümidlə döndüm ki, çünki orada 40 bölüm oynadım, hətta Elvin də Allah şahid idi, oynadığım səhnələri özüm çəkirdim. Aha. Ona ekstra para deyirlər türklər, özüm çəkirdim. Yəni məsələ bir nədir? Mən burada nə işlə məşğul idimsə, Orada da orada da o həmin işlə məşğul idim. Coğrafiya fərqli idi, yanaşma fərqli idi, sevgi fərqli idi, atmosfer fərqli idi. 120 nəfər adam vardı, 6 nəfərinə serial çəkmişəm mən. Qonorar necə tənzimlənir orada Kənan bəy? Həftəlik efirə gedən kimi kartıva oturdum. Yəni sizlə yerli aktyorlar arasında Yox, fərq var yox, idimi, o yoxsa? milliyyət fərqi yox idi. Rolun səhifənin daha çox Aha. axıcılığına baxırdı. Yəni neçə səyin rola oynadın, görə. neçə saat oynadın. 12 saat idi, çox təəssüf gördü amma 5 gün. Yəni karyeranı orada qurmaq daha sonra elə bir plan oldumu beyninizdə ki, burada yox, orada da Təklifli də gəldi. Uşaqların, üzr istəyirəm, övladlarımın mənə daha çox ehtiyacı olan dönəmi idi deyə ona görə də qayıtdım və qayıdanda elə bildim ki, Mədəniyyət Nazirliyi deyəcək: "Gəl, sənə böyük ehtiyacımız var." Gəldim, baxdım ki, nəş. Amma köçüb də yaşaya bilərdiniz. Məni görünür. heç nə ilə qorxutmaq olmaz. Mən 5 dənə mədəniyyət naziri görən adamam. Biz də görmüşük. Hə, Quran haqqı. Mən Kənan Biz də İmam olanda görmüşük. İTV zavoduydu. İndi İTV məni tanımır. Qəbul eləmirlər. niyə qəbul eləmirlər Kənan bəy? Mənə orada bir nəfər işçi dedi ki, sənin problemin bilirsən, nədir? Ad çəkməyəcəm. Dedim, nədir? Dedi, sən çox duyğusalsın. Amma çox səmimisin, bədbəxt səmimi. başa düşmür ki, sənətçi rejissor duyğusal olmalıdır ki, duyğusunu yansıtsın. Duyğusallıq Robot olun. nəyə mane olur ki, duyğusallıq? Onlara. Tək duyğusal yox. siz İnsanlara düşün- münasibətə, sənətə düşündüyünüzü münasibətə, deyirsiniz. aktyor, aktrisanın haqqını yeməməyə, Bəli. bu şeylərə. Mən serialı şəxsi nüfuzumla çəkmişəm, hə? Öz şəxsi nüfuzumla çəkmişəm. Hara zəng vurmuşam, o lazımdır, okey, milyonlar tökməmişəm. Çünki yox idi. Çox az büdcə ilə, hansı ki, bu 25 il karyeramda utanaram onu dilimə gətirməyə, deyəməyə ki, bu büdcəyə çəkmişəm. Çünki bizim bir bölümün pulu, belə deyim, özləri başa düşəcək. Başqa serialların bir bölümünün bir günlük yemək pulu idi. Bacarırsınız bu meydan burada şeytan gəlin. Bəs belə olan halda aktyorları necə inandırdınız ki, sizin serialda rol aldılar? Onlar birinci dəfə deyil ki, Kənanı tanıyırlar. Yəni ki, burada Bax, qonorar mənim barədə özünüz deyirsiniz ki, bəli, o şəxsi deyil. nüfuzum çox şükür Allaha. Bir operator, bu əslində normal bir şey deyil ha. Bu prosta Allahın mənə verdiyi mərhəmətdir. Bir operator, montajör olsun, başqası olsun, başqasında ortalama bir rəqəm deyəcəm. 1000 manata gedirsə, deyir sənə 500-ə qədərəm yetər ki, mənim adım da orada olsun. Aha. Nə gözəl. Bu mən qazanmışam da. Məncə siz bu belə deyək, deyir sizə öz statusuma, öz necə deyim, bəlkə düz çıxar, simpatik bir cəmiyyət tərəfindən, insanlar tərəfindən nə qədər tənqid olsanız da bir o qədər də sevilirsiniz, düşünürəm. Victor Hugo'nun yaxşı bir sözü var. Və populyarsiz, üzr istəyirəm, Hə. fikrimi bildirim. Mənə elə gəlir ki, bu baxımdan sizi daha çox, yəni sizin layihələrdə yer almaq istəyirlər ola bilsin. O da ola bilər, amma hekayə də öz təsirini Yəni göstərir. xarakteriniz də burada rol oynayır. Hekayə də öz təsirini Bəli. göstərir. Hekayə fərqlidir çünki sözsüz, orada, hə, hekayə çox sözsüz maraqlı. birinci növbədə. Amma Kənan Emin faktoru birinci, Kənan Emin xarakteri və Təşəkkür edirəm. bəli, çünki düşündüyünüzü deyirsiniz, haqqı tapdalanmırsınız. Yəni çıxışlarınızdan da bunu görünür. Mən bunu indi burada Minnətdaram, var olasınız. sizi hələ çox yaxından tanımıram. Bax, Yəni mən inanclı bir insanam. Həzrət Əlinin bir sözü var ki, deyir, haqqı deməyən axmaqdır. Mən özümü heç vaxt axmaq hesab eləməmişəm. Kim olur olsun. Yəni düzdür da, yəni düzə zaval yoxdur da. Elvin Abdullah var. Bizim Azərbaycanda bax, bunu demək lazımdır. Bu adamı yandırır, tökür. Azərbaycan kino tarixində ilk qorxu filmini çəkən insandır. Hansı ki, o film Türkiyədə yayımlanıbdı. Çox möhtəşəm filmdir. Mən boyda adam, mən boyda dəvə filmin ortasında bax şeydən belə yapışmışdım. Film uğursuz oldu kino teatrlarda. Amma möhtəşəmdir. Elvin Abdullah neçə min dollarlar tökübdü. Türkiyədə ssenari doktorluğunu oxuyubdu. O gəldi birinci bölümə baxdı belədir. Bu nətər olur? Ssenaride axı hər şey düzdür, hər şey qaydasında gedir. Adamın təəccüb eləməyi artıq mənim üçün uğurdur. Fikrimi çatdıra bilirəm. Bəli, bəli. Adam Adam ilk dəfədir normal şeyi görür, deyir axı hər şey qaydasında da düz gedir. O qədər düz olmayan şeyləri görüb ki. Mən bir gün Naxçıvandayım, bir gündəlik seriallardan biri başladı. Mamam qayıt dedi ki, şeydir.
Sözə baxın. Aman indi yaşlı nəsil gündəlik seriala baxır da, bunu danmaq olmaz. Və statistika göstərir ki, Bəli, bəli. serial qadınlar üçündür. Mən kişilər üçün çəkdim. Qadınlar üçün də maraqlıdır. Biraz. Silah da var, sevgi də var. Mamam qayıt dedi ki, serial başlayanda televizorun səsini azaldı, mənim serialım başladı. Mən belə alqoritmin pozuldu. Normalda deməlidir ki, televizorun səsini verin, mənim serialım başladı. Deyirəm, amma təzyiq dərmanı atmışsan, bu nə sözdür? Deyir, yox, bala, mən bilirəm nə deyirəm. Bu serialda hamı qışqırır ona görə. Ha. O uşaq kimdəndir, kimindir? O rejissorlar, yazanlar bunu sevərək eləmir, kanal bunu Bəli, istəyir. O Reytinqə gündəlik görə, dediyimiz bəli. serialları çəkən uşaqlar Bəli, var ha. bəli, bəli. Onu çəkirlərsə daha keyfiyyətlisini də çəkə bilərlər. bəli. Çünki eyni işi görürlər. Hələ bu daha əziyyətlidir. Kanal onu istəyir. Niyə bu reytinq verir? O zaman gəlin o reytinq cihazlarını çıxardaq. Tərs mütənasib ailələrin evinə qoyaq. Onda bu meydan, bu şeytan. Bu bir ikincisi də mən kanalda işləmirəm ki, mən reytinq verdi, vermədi. Mən eyni pulu alıram. Mən çəkirəm, verirəm kanala. Əssalam, qutardı getdi. Kənan bəy, sizin serialınız Qayıdış Qazaxıstan tərəfindən alındı və Orta Asiyada. Aha, ümumilikdə Orta Hə, Asiyada. platformada. Gözlənilən nəticəni verdimi sizə görə? Gözlənilən nəticə Alanyada liftə gedirdim. Bir də baxdım özbək qızları mənə baxır, sonra telefona baxırlar. Etavlı dedim, hə, şəkil çəkdirdilər, qucaqladılar. Dedilər ki, serialınız top 10-luqdadır. Biz Ne indi güzel. kartımızda pul qutarıb növbəti bölümə baxmalıyıq. Nə olar deyin də. Mən də dedim. Hə, çünki dedim də yazıqdılar da 5 dollara getməsin dedim. Duyğu olaraq o kökənlərə biz daha yaxınıq. Bəli. Bir də ailə məişət Mentalitet şeydir. olaraq, duyğu Ona görə də baxıldı. Varmı elə bir hədəf ki, indi Çınar ömrü də burada yayımlanandan sonra yenə Orta Asiyaya satışa verilsin və yaxud onlara təqdim olunsun? Orada artıq mənim bir kontaktım vardı, təqdim edəcəm. Hətta Instagramda paylaşanda yazırdılar ki, haçan hazır olacaqdı. Yaxşı. Kənan bəy, bəs Aqil Emquliyevlə müqaviləniz nə vaxt bitir? Bütün layihələrinizdə var. Demək olar ki, bütün layihələrdə varsınız və mənfi qəhrəmandır çox vaxt. Qardaşım axşam yazıb ki, bu Aqillə sən yola getmədin də heç. Ehtiraf insanı ucaldan varlıqlardan biridir. Mən Aqil Emquliyevin fanatı olmuşam. Səsinin, karizmasının, sənətinin 2 nəfər həyatda mənə stimul verib. Bir Aqil Emquliyev, bir də Jean-Claude Van Damme. Bunu mən sizə deməyə də bilərəm, gizlədə də bilərəm. Amma bu mənim həyatımda mövcuddur, bu mənim həqiqətimdir. Yəni mən və Allahım bilirəm ki, bu belədir. Bunu gizlətməyin nə mənası vardı? Başa düşürsüz? Aqil mənim üçün həmişə maraqlı olubdu və Aqillə işlədiyim bütün layihələr, 3 layihədə işləmişəm, hamısı Aqil üçün ikinci dıxaniyə, ikinci nəfəs olubdu. Aha. Siz elə bilirsiniz, mənfi rolu oynayıb sevilmək asan bir şeydir. Əksinə, mənfi Yox. rol daha O xarizmatik olur. qayıdışda bəli. mənfini oynayırdı, hamı onun tərəfindəydi. Biz anket paylaşırdıq. Adı nə idi? Qafur idi, nə idi orada? Rauf idi. Nəysə də adam Burada Qafurda. Çınar ömründə Qafur. orada bilmirəm nə idi, hə. Aqil istedadlıdır da, yəni Aqil Aqil istedadlıdır da oradan da. dayanır, danışır, baxır, istedadlıdır. Zülfiyə xanım çox istedadlıdır. Çox, Mən bir şeyə Zülfiyə, etiraf eləyim. Zülfiyə xanım təsdiq olduqdan sonra, ümumi ortaq təsdiq olduqdan sonra bəzi səhnələri oynamadan öncə mən gecə yata bilmirdim ki, qarşımdakı qladiatordur. Bəli, Zülfiyə Başa düşürsünüz, Qurbanova yəni kimi səs professional təmbiri, aktrisa. baxışı, ürəyimdə o qədər yalvardım ki, Allahım nə olar, ikinci dubl deyə bir şey olmasın da. Amma bir şey var da aktyor sənətində. O mənə elə yaxşı özgüvənli enerji ötürürdü ki, mən onun qarşılığını verirdim. Zülfiyə xanımla hələ ki səhnələrim dialoqsuzdur. Necə dialoqsuzdur? Ancaq qarşı tərəf danışır. Zülfiyə xanım Mən danışır. mən sonra partlayacağam. Elə bir yerlər vardı. Zülfiyə xanım Azərbaycan müasir kinosu üçün, teatr üçün bir tapıntıdır. Çox Bəli. istedadlı xanımdır. Həqiqətən. Və mən sizin o bayaqda çəkilişdən öncə də sizə dediyim o səhnəsi. Məni vurduğu səhnə. Bəli, sizi vurduğu səhnəsində Zülfiyə Bir tamaşaçı orada yazmışdı ki, bu səhnədən sonra yəni ürəyimin stentini dəyişim. Çox. Mən bir şey deyim də, yəni Aqillə oynadığım səhnələrdə rahatam. Bu Aqil həm uzun müddət tanıdığıma görə, həm eyni gəmidə olduğumuza görə. Amma Zülfiyə xanımla oynayanda biraz özümü yığıb yığışdırırdım. Məsuliyyət baxımından ki, adam aktrisalığına məni yeyər.
və həqiqətən də elə də olurdu. Çox istədim. Ümumiyyətlə heyət yaxşıdır. Bəli, aktyor seçim Heyətdən necə olub çox ümumiyyətlə? niyyət yaxşıdır. Aktyor seçiminiz uğurlu. Seçim necə olub? Yəni rollar yazılıb sonra mı seçilib yoxsa artıq beyinlərdə oturmuş obrazlar var idi ki, bunlar oynayacaq? Aqillə mən seçilmişdik. Qalan iki xanımı, Aydan xanımı, bir də Zülfiyə xanımı çox axtardıq. Çünki Zülfiyə xanımla çox işləmək istəmişəm. Başqa proyektlərlə üst-üstə düşdüyünə görə alınmayıbdı. Aydan xanım da rolun öhdəsindən yetərincə gəlibdi. Çox qəşəng oynayıb, səmimi oynayıbdı. Hisslərini gözəl ifadə eləyib. O şıltaqlığı, depressiyası, panik atağı, hər şeyi yerli yerindədir. Yerindədir. Aydan xanım dünən elə Aydan xanımın özünə də yazmışdım. Bu zərafətindən, bu incəliyindən adam biraz beynində otuzdıra bilmirdi müəyyən səhnələrdəki Aydan necə öhdəsindən gələr. Amma bəyəndim. Müəyyən səhnələr var idi ki, tam Aydan üçün biçilmişdi. Hətta bəzi səhnələr deyərdim ki, oynamırdı. Özü idi. Çünki axırıncı 6-7 bölüm yazılmamışdı. Aydan xanım təsdiq olduqdan sonra tam onun üzərinə gizldik. Bu aktyor üçün də vacib nüansdır. Xarakteri bilmək öncədən. Çünki serialda rol ifa etmək bir qədər çətindir. Filmdə hadisənin əvvəli sonu tam bəlli olur. Gündəlik seriallarda daha çətindir. Yəni aktyor da bilməlidir ki, o xarakter o hara aparır personajı. Ona görə də mən qısa bölümlərin tərəfdarıyam. Qısa bölümlər tamaşaçı tərəfindən dəfələrlə də baxıla bilir YouTube-da. Məsələn, siz oturub ata ocağına baxa bilmərsiniz. Başdan ayağa. Bir yerdə bezərsiz, buraxarsınız da. Hətta rejissor özü Rüfət də bezmişdi. Amma 10 bölüm, 9 bölüm, 12 bölüm izləyə bilərsiniz. Bilirsiniz, hər şey dadında, duzunda qəşəngdir. Çünki insanın hekayəsi bir yerdə bitməlidir. Yəni bir qadın 9 ay hamilə qala bilər də, ikinci sezon hamilə qala bilməsin də bitməlidir orada. Ya yaxşısına, ya pisinə. Ona görə də biz belə bitirdik. Amma sonluq çox möhtəşəmdir. İnşallah gözləyəcəyik. Kənan bəy, bir də nə deyəcəm? Belə bir fikir var ki, ümumiyyətlə qonaqlarımız olan rejissorlarla bağlı da o sualları müzakirəsini etmişik. Rejissor eyni zamanda aktyor olanda bu aktyor kimi onun üçün kifayət qədər böyük çətinliklər yaradır. Və burada da siz baş roldasınız. Bir var ki, hardasa yan belə kiçik rollar, bir də var ki, baş rol, aparıcı rol sizsiniz və eyni zamanda da rejissorsunuz. Bu sizdə hansı çətinliklər yaradır və aktyor kimi sizdən nələri alır? Tamam. Serial kanalda təsdiq olanda dedim çəkəcəm. Dedilər bəs kimi çəkəsən? Başqa aktyorla təklif elədim. Dedilər istəmirik. Yəni sənin özü istəyir. Bu ikinci dəfə də eyni kanal tərəfindən mənə gəlir ki, yəni sən qara qaşı və qara gözlü aşiq olmamışdı, 50 dənə rejissor verərik, çəkirsən, sənin özü istəyirik. Nə xoş, əla. İkinci, 8-ci sinifdə oxuyurdum. Allah qənə-qənə rəhmət eləsin. Ceyhun Mirzəyevin dilindən bir söz eşitdim. Dedi ki, mən rejissorların əlində qalmayım deyə rejissor oldum. Özüm də aktyoruyum. Tarantino isə deyir ki, ən yaxşı aktyorlar rejissorlardır. Çünki rejissora heç kim zadача vermir, tapşırıq vermir. Allah qəni-qəni rəhmət eləsin. Mənim diplom rəhbərim Eldar Quliyev. Dərvişin qeydləri filmində çəkilirdik. Yanındakı əjdahalara baxın. Allah rəhmət eləsin. Fuad Paladov. Allah can sağlığı versin. Qurban İsmailov, Cavanşir müəllim, Bəhruz Pantomim teatrından hamımız belə düzülmüşük. Səhnə arasıdır. Sən burada belə eləməlisən, sən burada belə eləməlisən, burada belə eləməlisən. Kənan tısamızını aç, dedi, getdi. Mən utandığımdan məndən soyuq bir tərc edir, başa düşürsünüz. Bir tərəfdən qürur verici bir şeydir. Bir tərəfdən adamların sənətinin yaşı mənim yaşımdan çoxdur. Yemək arasında dedim ki, Eldar müəllim, xahiş edirəm, mənə də nəsə deyin. Dedi, tuşda çuval, rejissor tısamızını aç. Ona görə bu fəlsəfə ilə yola çıxsan heç bir çətinlik yoxdur. Yorucudurmu? Yorucudur. Heç elə səhnələriniz varmı ki, baxmısınız artıq montajda ki, burada yox, burada onu eləməmişəm, istədiyimi almamışam. O hər bir zaman mövcuddur. Hər bir zaman. Heç bir rejissor həyatının ən yaxşı filmini çəkməmişdi. Çəkilməyən film həyatının ən yaxşı filmidir. Hələ ki çəkilməyən. Hə, o elə olur, həmişə elə olur. Elə bir obraz varmı ki, siz oynamısınız, amma baxanda düşünmüsünüz ki, bunu bu aktyora versələr daha yaxşı olarmış. Elə bir şeydə məsələn, Qayıdışda mən oynamaq istəmirdim. Şükrüyə ilə Qayıdışda. Çünki özümü rusların sözü var, Lyubov Geroy hesab eləmirdim, saymırdım. Amma məcbur öhdəsindən gəldim və sevmədiyim obraz idi.
Amma sevdiyim obrazların içində gizli yarada Cəlal obrazı olub, orada mənfi obrazı idim. Yorumları oxuyurdu, bir tərəf söyürdü, bir tərəf sevirdi, bir də Çinar ömrü. Yorumlara bəs necə Kənan bəy? Tez-tez cavab verirsiniz? Yox, Yəni, sosial çox şəbəkələrdə çox aktiv insansınız. paylaşım olaraq hə. Amma oturub yorum üzərindən şəxsi həyatımı və sənətimi yönəldəcək biri deyiləm. O zaman bir şey var da psixologiyada. Əgər biri səni tərk edib gedib, sən onu düşünürsənsə, o hələ də səni idarə eləyir. Kənan bəy, tənqidlərə münasibətinizi belə araşdıran zamanı sizi gördüm ki, kifayət qədər açıqsınız. Çünki həm Murad Soner Bakıya gələndə serialları bir Yaxşı qurtardıq onu da. Çox şükür yaxşı dedi. Həqiqətən çox gözəl bir söz dedi. Yaxşı bir şey ifadə işlətdi, amma yaxşı qurtardıq. Yəni onu da açıq şəkildə paylaşmışdınız onun dediklərini və bu Çinar ömrünlə bağlı səhifənizdə gördüm ki, Azər Axşamın postunu repost eləyib öz səhifənizdə paylaşmışdınız və böyüyünüz olaraq da bir təşəkkür mesajı. Silmirsiniz, sildirmirsiniz. Yox, nəyə lazımdır? O şey yaşanan şeydir. Yəni o baş verən bir şeydir. Onu silmək olmaz axı. Onu heç bir pulla, heç bir şeylə zamanı geri ala bilməzsən. Olubdur. Xəta da ola bilər, səhv də ola bilər. Azər Axşam yaşda məndən böyükdür, sənətdə məndən böyükdür, tələbə yoldaşım olubdur. Əgər o yazını paylaşmaq onu xoşbəxt eləyirsə, o anda xoşbəxt olubdursa, mən onu xoşbəxt eləyə bilmişəmsə, nə yaxşı. Amma bir şey var da, yəni insanın həyatında olmazlar olmalıdır. Bunu eləməsəm olmaz. Yəqin o da Azər müəllimin həmin an içindən gəlib ki, bunu paylaşsın, tənqid eləsin. Amma həmişə Azər müəllim məni kanallarda, liftdə görəndə qucaqlayır, öpür ki, bəs məni drama çək, mən yaxşı oynayaram və inanıram istedadı vardı, pantomim teatrında möhtəşəmdir. Deyib, Allah canı sağ Bəlkə özü eləsin. yoxdur deyə deyib. Amma biz özümüz də o qədər işdə olmuruq ki, onda hər olmadığın işdə sən götürüb nəsə yazarsan. Amma biz bir-birimizi tənqid elədiyimiz qədər dəstək olsaydıq, millət olaraq mədəni coğrafiyada başqa yerdəydik. Ümumiyyətlə tənqidlər sizin üçün nə isə dəyişirmi? Məntiqi tənqid hə. Qızın corabı burada çuşqa riskidir. Tənqidi yox. O tənqid deyil. Mən məntiq oxumuşam da, məntiqin hətta yəni görmürəm. Buna takılmışam. O məişət söhbətləridir. Hə. Yəni məntiqi tənqid Ayaz Sallayev bizə dərsdə deyirdi ki, birini tənqid eləmək artıq məsuliyyət daşımaq deməkdir. Əlbəttə. Açıqlamasını ver. Bəli. Niyə? Mən düşünürəm ki, ilk öncə zəhmət varsa təbrik eləmək, daha sonra tənqid və təkliflərə keçmək olar. Gəlib deyirlər ki, Əzrail bala paylayır. Deyir, mənim balama dəyməsin, onun balasını istəmirəm. Heç kimin dəstəyinə mənim ehtiyacım yoxdur. Mən özüm ona dəstək oluram. Mən özüm haqqında, öz istedadım haqqında həqiqətimi bilirəm. Vəssalam. Kənan bəy, bəs ən qalmaqallı xəbər sizin haqqınızda çıxan hansı xəbər olub ki, bu sizə, ailənizə bəlkə təsir edir? O qədər olub ki, yəni durursan, baxırsan, şəkil sənindir. Altdakı yazının səndən əlaqəsi yoxdur. Yəni sən bir stat gətirmirsən, başqa bir şeydən stat gətirmirsən, onu götürüb başlıq qoyublar. Fuad adında bir jurnalist var idi. Bir gün məni bir məkanın açılışına çağırdılar. Bütün Azərbaycan bilir ki, mən içkidən, siqaretdən uzaq insanam da, dilimə dəyməyib həyatı boyu. Mən oturdum, özümə bir içki süzdüm, təbii ki, sok şirəsi süzdüm. Yanımda da 2 dənə xanım gəldi dedi ki, olar sizdən şəkil çəkdirmək? Dedim, əlbəttə olar. Bunu çəkdirlər. Bunu da həmin jurnalist kənardan çəkib, paylaşıb, utanmaz, arsız yazıb ki, Kənanı yüngül həyat tərzi yaşayan xanımlarla içki masasında yaxaladıq və o linki mənə göndərib ki, qardaş, bunu paylaşarsan. Sən nə yeyirsən, sən nə içirsən, sən nə ilə qidalanırsan. Biraz əsəbləşdim, sonra yaşda məndən balaca olduğu üçün dedim, bax, axı sən o həqiqətin, o yaşanan şeyin içində olmuşsan. Niyə belə yazmısan? Yəni bəlkə düşünürlər siz populyar olmaq. Üzümə dedi, bəs yazsam ki, işdiyi limonat idi, kimi oxuyacaq? Axı sən mənə cəmiyyətə yanlış təqdim edirsən. Bəs bunun vicdan azabını çəkmirsən. Ola bilər, bəlkə düşünürlər ki, siz populyar olmaq üçün bu addımlara gedərsiniz. Niyəsə bəlkə belə bir düşüncə formalaşıb sizin haqqınızda. Salah xanım, tanınmış insanlar öz həyatlarını istədiyi kimi yaşamırlar. Bax, mən bunu həmişə demişəm. Amma demişəm. sizdə bu xüsusilə gözə batır.
Çünki Mən də Naxçıvanda görmüşəm. böyümüşəm. Bəli, bir çox Çünki paylaşımlardan anam atam deyib ki, bala görmüşəm. camaat nə deyər, tanımadığım camaatın mənim həyatımdan razı olması üçün yaşamışam. 40-a çatandan sonra baxmışam ki, az qalsan, susuz qalsan, o camaat yoxdur ümumiyyətlə. O camaat anlayışı yoxdur. Bax, hər bir şeyin müəllifi var. Bəstəkarın müəllifi, mahnının bəstəkarı var, heykəlin memarı var, dərzinin, paltarın dərzisi var. Bir şey var ki, onun müəllifi yoxdur. Deyirlər ki, deyirəm, okey, kim deyir? Və o yoxdur. O olmayacaq. O deyən yoxdur, o deyən adam özüdür. Onu qalxan eləyib onun dalında gizlənir. Elə şey yoxdur. Başa düşürsünüz? Yəni, əgər bir şey qırmızıdırsa, qırmızıdır da. Qutardı getdi. Deyirlər ki, desinlər də. Amma siz özünüzdə ara-sıra belə paylaşımlar edirsiniz ki, qıcıq yaratsın cəmiyyətdə. Aqressivmi? Yox, aqressiv deməzdim. Olur, Atmaca. Məsəl üçün. bəli, atmaca olur, öz Məsəl- işinizlə Hə, bağlı, seriallarla bağlı. Ölkədə söz soxmaqda üstümə tanımıram. Aha, Ciddi bunu deyirəm. etiraf edirsiniz. Bəli, üstümə tanımıram. Buna daxildir mənim oxuduğum ədəbiyyat kitabları, fəlsəfə kitabları, psixologiya kitabları. Əsaslandırırsınız da. Hə, amma məntiqli halda. Başa düşürsən? Abalaba mən sənə paylaşmışam. İndi demirəm ha, yəni məsəl üçün deyirəm. Sən xeyrola paylaşmısan. Mənim dədəmin sənin dədəvə borcu var. Düzdür. Həyatda hər şey qarşılıqlı deyil. Qarşılıqlı, Canın çıxsın bəli. paylaşmalısan. Niyə paylaşmırsan? Nə mane olur? Mənim böyüklüyüm. Mənim səndən daha yaxşı olmağım. Pis insanlarla, paxıl insanlarla mübarizə aparmağa dəyməz. Onlar paxıl olduğu ilə göstərir ki, sən ondan yaxşısan. Qutardı getdi, vəssalam. Bu biraz da özgüvəndən irəli gəlir məncə sizin xarakterinizdən. Siz özünüzə güvənirsiniz. Ona görə rahat paylaşırsınız. Rahat özgüvən fikir sözü bildirirsiniz. insanlar başqa cür İndi başqa anlayır. cür anlayırlar. Amma özgüvən bilirsiniz nədir? Mən bunu bacararam. Bax, məsəl üçün biri 10 dənə adjman eləyir də. Hardasa 5 dənə adjmaniyədən söhbət düşsə, o adam çıxacaq qabağa. Çünki bilir ki, 10 dənə eləyir. Amma 20 dənə olsa, çıxmayacaq. Əgər söhbət sənətdən gedirsə və təslim olduğum şərtlər altında gedirsə, qabağıma çıxsınlar, burdayam. İddialısınız. Mütləq şəkildə. Mütləq şəkildə. Çünki mən başqa iş bacarmıram. İstedad insana ana bətnində ya verilir, ya verilmir. Duyğu insana ana bətnində verilir. Dövlətin ayırdığı pulun içində gəlmir o. Kənan bəy, bəs işlərinizin arasında vizit kartı kimi hansı işinizi hesab edirsiniz ki, məhz bu sizin davamlı olaraq atmaca atdığınız ictimai TV sizə serial verib güvənməlidir? Qayıdış filmi, İlqar Fəhminin Qayıdış filmi. Türkiyədə Gözəl Sənətlər Fakültəsində onu klassik dərslik olaraq göstərdilər. Bu başa düşürsünüz nə deməkdir? Azərbaycanda tanınmayan bir rejissorun filmini internetdə görüblər, altyazı ilə izləyiblər və 4-cü kurs tələbələrinə dərslik olaraq çıxardıblar. Nə gözəl. Sonra məni tapıb ora çağırırlar. Bu haqda heç kim yazmadı. Alanyada ödül aldı o film. Gecə qonağı filmi 2 Dubaya satıldı. Heç kim yazmadı ondan. Bir də Çınar ömrü. Çınar ömrü. O ki qaldı ictimai, mən bilirəm ki, mən ictimai heç vaxt işləməyəcəm. Prinsipal olaraq yoxsa? Yox, yəni işləyə bilməyəcəm. Yəni biz xarakter olaraq anlaşa bilmirik. Xarakter olaraq anlaşa bilmirik. Başa düşürsüz? Siz telefonunuzdan neçə dəfə zəng gəlsə görməyərsiniz? Bir də. 9 ay görməyə bilərsiniz? Yox. Ay sağ olun. Bu deyir sizə ki, misal üçün bu uğurları işıqlandırmırlar. Bunun bir tərəfi sizcə PR-a bağlanmırmı? Amma İctimai TV mənim Qayıdış filmimi göstərdi. Göstərir. Bir də o dava dalaşdan sonra mən göndərdim onların OTK-sına və dedim ki, ana südünüz kimi halalınız olsun. Bilirsiniz, hər bir şey xoşbəxt eləyir. Mən öz işim xoşbəxt eləyir, öz həyat tərzim xoşbəxt eləyir, onlar da onlar xoşbəxt eləyir. Elə şey xoşbəxt eləyir. Sualıma qayıdıram Kənan bəy. Bu uğurlar ki sadaladınız. Bunların ümumiyyətlə sizin tərəfinizdən və yaxud da ki digər komanda tərəfindən PR-ı olundumu ki, ümumiyyətlə səs salsın, bir Yox. ölkə daxilində danışılsın, Yox. xəbərlərdə çıxsın. Söhbət mənə qarşı olan negativlikdən gedir. Ümumiyyətlə Bilə istəyə bunu işıqlandırırlar. Ümumiyyətlə problem Mədəniyyət Nazirliyi olsun, Arka olsun, başqa kanallar olsun. Problem mənim istedadım deyil.
Problem mənim xarakterimdir. Problem mənəm. Və mən heç vaxt düzəlmir. Türklərin bir sözü var. Ölərsən ruh candan çıxar, xarakter çıxmaz. Neyim? Beləyəm də mən. Neyim? Kanal rəhbərsən tombala qaşım qabağında. O kanalımız yox idi, mən Kənan Əmim idim. Nətər eləyək? Ona görə də mən belə xoşbəxtəm. Hər şey əladır. Kənan MM deyəndə ilk ağla nə gəlir sizcə? Barmağınızı belə tutun, 10 dənə yaxşı rejissor sayın, 10 tamamlanmayacaq. İlk olaraq bizim pokoleniya üçün klip çəkən rejissor. Təəssüf ki, belə başladı bir çox Hə. rejissorlar, bəli. Heç kim klip çəkmək sevdalısı deyil ki. Bəli, bəli. İşidi mən kino rejissorluğu oxumuşam. Mən oxumuşam. Yəni mən fotoaparatla, telefonla gəlməmişəm. Mən oxumuşam. 4 il orada oxumuşam, Türkiyədə oxumuşam, Gürcüstanda oxumuşam. Yəni sənin hazır bir məhsulun vardısa, gözümə soxursansa, gəl onun büdcəsini də şey eləyək də, qoyaq Müzakirə ortaya. eləyək. Hər şey oradan başlayır axı. Sən mənə Ferrari verirsən, açar vermirsən, deyirsən sür. İtəliyim bunu, mən nətər sürün? Düz ol, haqlı ol. Amma bu xarakter sizə görünür ki, maneələr yaradır, amma burada güzəştə Amma mən getmək xoşbəxtəm. fikrində deyilsiniz. Mən xoşbəxtəm, əzizim. Əgər gecə başını yerə qoyanda rahat yata bilirsənsə, vicdanın səni sorğulamırsa, heç kimə pul borclu deyilsənsə, heç kimin haqqı sənin boynunda yoxdursa, ürəyin rahatdırsa, səhər tezdən duranda, əl-üzünü yuyanda, güzgüdə özünə baxa bilirsənsə, hər şey qaydasındadır. Çox şükür Allaha. Mən varlıya da kasıba da salamı eyni cürə verirəm. Həzrət Əli deyir, varlı ilə salama verdiyin salam arasında fərq varsa, cəhənnəmdə yerini hazır bil. Mən bunu bilə-bilə o salamı necə fərqli verə bilərəm? Onlar başqa salam istəyir, o da ki, yoxdur. Nədir budur? Kənan MM qadınlar tərəfindən niyə xüsusilə sevilir sizcə? Bunu inkar eləyə bilmərsiniz. Yox, bu bir ehtimaldır, bir də bunun garantisi yoxdur. Sevilir deməyək, yaşlı xanımların simpatiyası deyək. Düşünürəm ki, yazdığım duyğusal şeirlər, çünki bir şeir paylaşırdım, 50 qadının altına yazırdı ki, elə bir ki, mənim həyatımı yazıb. Amma mən onların həyatını bilmirəm. Sadəcə bizi ortaq duyğular birləşdirir. Odur, qadınlar kişilərə nisbətdə daha duyğusaldır. Daha doğrusu. Məsəl üçün, duyğusal qadınların həyatını məhv edən kişilər duyğusuz kişilərdir. Mənə görə yıxılan qadın yoxdur. Vurub yıxan kişi var. Aha. Çox pis bir duyğudur. Yəni, heç bir qadın öz istəyi ilə əxlaqsız həyat yaşamaz. Bu bir seçim deyil. Bəlkə də məcburiyyətdir. Hətta elə yaşayan qadınları da qınamağa dəyməz. Çünki biz onun həyatın hekayəsini bilmirik. Vallahi bilmirik. Biz həmişə dağın bir tərəfini görürük. Digər tərəfini görsək, bəlkə biz ondan betər olarıq. Peyğəmbərimizdən bir hədis var. Qınama, qınadığın yerdən sınanarsan. Əgər cəmiyyət bu şeylərin fərqində olsa, dünya düzələr. Həzrət Əli deyir, hər kəs öz qapısının ağzını silib təmizləsə, dünya təmiz olur. Kaş ki. Birinci oradan təmizləmək lazımdır da. Amma başlamırıq. Kənan bəy, bəs həyat yoldaşınız Aygün xanım hamı tanıyır. Aygün Mahmudova da müğənnidir. İki sənətçinin bir ailədə olmağı nə qədər çətin, nə qədər asandır sizə görə? Çətin deyil. Mən başqa biri ilə ailə həyatı qursaydım, düşünürəm ki, çoxdan boşanmışdım. Çünki mənim də xasiyyətim o deyil, biraz sərtdir. Burada belə səmimi olmağıma baxmayın da. Yəni ailə məhrəm bir şeydir. Pərdənin, qapının dalında olur. Ailənin də özünün bir məsuliyyəti vardır. İnsanlar o vaxt xoşbəxt olur ki, bir-biri tərəfindən başa düşülür. Yəni düşünmürəm ki, mən olduğum indi məqamda başqa bir bu sənətdən, bu işin çətinliyindən aidiyyəti olmayan bir insan səni başa düşə bilməzdi. Məsəl üçün bir səhnə oynayırsan, bir obraz oynayırsan, sən bunu qucaqlayırsansa, o sənin olmur. O orada qalır. Çünki orada sən tək deyilsən, ətrafda komanda vardı. Bunu algılaya bilənlər var, algılaya bilməyənlər var. Hər şey qaydasındadır, Allaha çox şükür. Yəni ki, Aygün xanım sizi anlayır. Hətta mahnıların seriallarında istifadə eləmişəm, bəli.
Övladlarınız necə bu sənətə gəlmək kimi bir Yox. istəkləri varmı? Yox. Yox. Özünüz istəmirsiniz yoxsa Çünki özləriniz? mən bir gün Ləkə serialını çəkirdim. İlk serialım idi. O vaxtki texnikalar da çox ağır idi. Günə bir 5-6 səhnə ancaq çəkirdik. Bir gün Allah sizinkilərdə qorusun, oğlum dedi ki, ata bu gün bizə gələsən. Onda başa düşdüm ki, yüzdə bu finalı çəkmək lazımdır. Yox, çətin işdir, yox. Bəlkə başqa coğrafiyada olsaydıq, hə. Amma burada yox. Burada yox. Heç onsuz da özləri də istəmirlər. Başqa coğrafiya demişkən Türkiyədə olmusunuz. Bəs orada sizin üçün belə deyim, hansı rejissorları bəyənirsiniz, yaradıcılığını, tanıdıqlarınızdan, seyr etdiklərinizdən? Orada rejissordan çox güc komandanın üstünə düşür. Mən sizə deyəcəm, inanmayasınız. Rejissor orada plaşatkada, meydançada ən az görsənən adam idi. Əlində kofe, siqaret gəldi. Hazır mıyız? Action. Tamam, bitdi, getdi. Siz təsəvvür eləyirsiniz? O adam ora gələnə qədər hər şey hazırdır. Mən setə gedəndə aktrisa zəhvırçı yoldan məni də götürə bilərsən. Vtoray zəng vurur ki, gələndə sualda biz bu şərtlər altında, bu utanç verici bir şeydir. Amma indi belədir də, neyniyək? Belədir. Reallığımız bu. İndi belədir deyə işləməyək. Rejissor Heç olubmu? gəlirdi, işin üzrə, o gələnə qədər 4 dənə ikinci rejissor vardı. Hər şeyi qurmuşdular. Adamın sadəcə adı var, karizması var, gəlirdi pulunu alırdı. Kənan bəy, heç olubmu ki, müəyyən şeylərdən küsüb incəyib sənətdən getmək istəyəsiniz? O dönəm olubdu. İndi də ən çox istedadlı olan və yerində layiq olmayan insanların hamısında vardı. Amma istəmirəm ki, atlar ölsün, eşəklərin bayramı olsun. Ona görə də onu yuxularında görərlər. Olmayacaq. Rejissorluq sizin üçün həyat tərzidir, missiyadır. Vəzifə borcudur. Nəsə bax belə qəbul edirsiniz siz. Mən 4-cü sinifdə oxuyurdum. 4-cü sinifdə oxuyan uşağın ağlı, düşüncəsi, təfəkkürü nə ola bilər ümumiyyətlə də? Yəni futbol oynamaq, marojna yemək, donmalaq açmaq. Bizə sual verdilər ki, sinifdə böyüyəndə nə olmaq istəyirsiniz? Qızlar həkim müəllimə, mən o vaxt rejissor, aktyor adam bilmirdim, dedim artist. Hamı mənə güldü. Sinifdə 31 uşaq idik, mən ağladım. Allah qəni-qəni rəhmət eləsin. Münəvvər müəllimə vardı, məkanı cənnət olsun. Gəldi, qucaqladı, əlini qoydu mənim çiynimə, dedi mən inanıram sən olasın. Və illər keçdi, mən rejissor oldum. İlk filmimin qala gecəsidir. 2-3 gün qalıbdı. Birdən mənim beynimə belə bir sual gəldi ki, mən hardan var oldum? Yəni necə oldu bu yerə gəldim, çıxdım. O müəllimənin çiynini hiss elədim. 30 ildən sonra mən Naxçıvandan müəlliməmi tapdım, filmimin qalasına gətirdim. Nə gözəl. Çox gözəl, çox gözəl Biz hissdir. ölən günə qədər də o xanımla görüşürdük, danışırdıq. Hətta mənə bir saat hədiyyə eləyib, mənim evimdə hələ də durur. Bilirsiniz, əgər sizdən başqa kimsə sizə inanırsa, siz tək özünüzün yox, onun da inamın doğrultmağın məsuliyyətini daşıyırsınız. Xüsusilə o yaşlarda. Mən sizi çox gözəl anladım. Hə. Sonra sinif yoldaşlarımız yığıldı. Dedim, siz mənə gülmüşdünüz. Dedilər ki, biz belə söz demə. Mən arada ancaq oxuyurdum Azərbaycan dili, ədəbiyyat. İndi danışıq nitqim mənim oradan gəlir. Sökürdüm Azərbaycan dili, ədəbiyyatı. Mənə dedi ki, başqa şeylərdə oxu, səndən adam olmayacaq, səndən adam olmayacaq. Sonra bir gün mən mamama dedim, mən öyle söz deməmişim, mənim yadıma gəlmir. Sənin yadıma gəlməyə bilər, o mənim travmamdır. Mən ondan böyümüşəm. Amma Albert Einstein'in yaxşı bir sözü var, mənə yox deyən insanlara təşəkkür edirəm. Hər şeyi özüm elədim. Sənətdə heç kimin mənim üstümdə haqqı yoxdur. Heç kimin. Heç kim barmağın qatlayıb deyə bilməz ki, buna mən dəstək olmuşam. Bir dəfə mənim kirvəm var, uşağın kirvəsi var, Zövqü müəllim. O vaxt mən iş tapa bilmirdim özümə. Təsəvvür edirsiniz, mən kanallarda iş tapa bilmirdim özümə. Bilet almışdım, Naxçıvana qaydırdım. Bileti aldı, cırdı, dedi ki, sən qalasın mənim yanımda. Ona borcluyam. Həyatım boyu ona borcluyam. Amma belə heç kimə. Yəni, idmanla incə sənətdə daydaylıq ola bilməz. Bu səndə ya var, ya yox. İdmançı da ola bilərdiniz, çünki çox gözəl yəni yaxşı da olmamışdı, onsuz da var. baş belə xarabdı, o qədər başı. Bir dəfə şeydə məşqdə nakada düşmüşdüm. Trenerimə 2 dəfə salam vermişdim. Belə bilmişəm, indi gəlib. Ağır bir şeydir. Bəs niyə məşğul olursunuz? O bir formada qalmaq üçün, həyat tərzinin bir parçası olmaq üçün. Peter As var idi, çox yaxşı boksyor idi. Bu 50 yaşında məşq eləyirdi, vuruşurdu. Buna deyirdilər, niyə məşq eləyirsən? Deyirdi, neyim, arvadımla oturum seriala baxım.
belədir də, nə bilim. Və eyni vaxtda şeir də yazırsınız. Özümü şair hesab eləmirəm. O məsuliyyətin altından heç vaxt girə bilmərəm. O yetenek mənə nənəmdən keçibdi və mənim ən böyük o işdə dəstəkçim, Allah qəni-qəni rəhmət eləsin, Nüsrət Kəsəmənli olubdu. Mən yazdığım ilk şeiri Rəşad mənim tələbə yoldaşım olub. O evdə böyümüşük biz. Nüsrət müəllimə apardım, oxudum, baxdı mənə, baxdı, dedi ki, davam elə. Yəni mən kiməm ki, Nüsrət Kəsəmənli davam elədik deyədikdən sonra sənə desin davam elə, sən davam eləməyəsən. O da anbaan gəlir, belə yazırsan. Amma duyğusallıq baxımından bəli, Nüsrət Kəsəmənli yaradıcılığına yaxındır. Məhəbbət şairi olubdu. Bəli. Uğurlar sizə. Təşəkkür edirəm, minnətdaram. Bizim üçün də bir şeir səsləndirərsiniz yəqin ki. Mən əvvəl sevənə gülürəm dedim. Sevənin halını bilirəm dedim. Gün gəldi mən sənə sevirəm dedim, səni sevdiyimə peşman eləmə. Ömrümə şəriksən, qonaq deyilsən. Sən mənə yaxınsan, uzaq deyilsən. Nə deyim mən sənə, uşaq deyilsən. Səni sevdiyimə peşman eləmə. Bu məndə sevgidir, tamah deyil ki. Qismətin bu gündür, sabah deyil ki. Səni görüb sevmək günah deyil ki. Səni sevdiyimə peşman eləmə. Yanımdan düz keçdin, məni görmədin. Əllərim başqa bir əli tuturdu. Gözlərim yaşardı, bunu bilmədin. Gözümün yaşını qəlbim udurdu. Hayf o günlərə sənlə bölmüşəm. O keçən günlərə yazdığım gəlir. Nə qədər qızıl gül sənə vermişəm. Verdiyim güllərə yazdığım gəlir. Təşəkkür edirəm. Yenə çox Çox sağ olun. duyğusal. Qanqarasılıq çox eləməyək. Yox, duyğusal. Əla. Təşəkkür edirik Kənan bəy. Mən Maraqlı təşəkkür söhbətə edirəm. görə. Bilmirəm, aqressiv danışdım, haqlı danışdım. Bəzən susursan, qorxaq deyirlər. Danışırsan, çobud deyirlər. Mən qorxaq olmaqdansa çobud olmağı seçirəm. Əgər onların pəncərəsindən elə görsənirsə, eyb yox. Belə olsun. Məncə olduğunuz kimisiniz. O dəyişilə bilən bir şey deyil. İnsan heç vaxt dəyişməz. Yaxşı insan heç vaxt pis insan ola bilməz. O yolda ancaq irəliyə bilər. Vəssalam. Bu qədər. Forum Baku Telegram kanalına abunə olmaqla nə qazanırsınız? Əgər işçi axtarırsınızsa, mütləq şəkildə Telegram kanalına abunə olursunuz və əgər işləriniz varsa, geniş auditoriyaya tanıtmaq istəyirsinizsə, mütləq şəkildə yenə də Forum Baku Telegram kanalına abunə olub geniş auditoriyaya çıxa bilərsiniz. Kənan bəy, təşəkkür edirik. Vaxt ayırdınız, gəldiniz. Mən sizə təşəkkür edirəm heç kimin cəsarətə çatmadığı verdiyiniz suallara görə. Təşəkkürlər cavablarınız üçün. Dəyməz. Çınar ömrünü izləməyi də unutmuruq mütləq şəkildə. Yaradıcı heyətə və sizə uğurlar diləyirik. Növbəti görüşlərədək. Sağ olun. Təşəkkürlər.